Dostlar salam, necəsiz, nə var, nə yox? Dostlar, bu günləri kanalımızın ilk videosudur. İlk videoda Elvin Əliyarla bölüşə gəlmişik. Elvin gelin evdə bu. Elvin, salam, nətərsin, nə var? Sağ ol. Sağ ol. Sağ ol. Hardasın soymuş? Ben soyum. Ya Allah. Ya Allah. Nətərsin Elvin, nə var? Sağ ol. Ləzzətin uzatın Sağ ol. tərədi. Şükür Allah. Sən çox baxır olsa da, hörmət eləyir o. Allah Ya bayat eləyir o. Allah balalı olsun. Sağ ol. Gel geleceğim. Burası evde yetimxana. Bura haradır? Oraya yatırmıyorum. Burası girmə olar da. Allah. Ne burada düşünüyorum? İşıqın yanındaydı. Sen böyle tələmkəlikdə gətirib işləməm şeylər. Aha, problem yoxdur. Burada kim yatır? Və o yanda mən yatıram, benim də dostum qalır bir yerdən. Ha, burada sən yatırsan, burada sənin dostun qalır. Varsa qıssası. Bu şeylərdir, şkaflardır. Gördüyünüz kimi. Burada paşbaltar var. Bunlar sənindir yoxsa dostluğun? Soldakilər dostumun, sağdakilər mən. Soldakilər dostluğun, sağdakilər sənin. Burada AirPods görürük. Aha, adaptör. Yer zat təmiz. Aha. Böyle işte. Bura haradır? Burası salon, ümumi salon. Nə olar? Orada dostum vardı benim, çəkilməyə razı olacağımca bilmirəm. Böyle getmə olmaz gəlsən. Bura haradır? Orada bizim uşaq yatı burada. Bura gelmeye. Ot, bize evdən qalır. O, nə yaxşı işıqlı ev zat. Canım. Kopsan, çay içsən. Allah canı sağ eləsin. Allah belaları saklasın. Bu bura hələ bil ki biraz dağınıqdır. Mən gündüzdə evdə olmuram, axşamlar gəlirəm, işləyirəm, oxuyuram. Qab-qacağı görə bilərsiniz. Qab-qacağı zat dağınıqdır biraz ev. Şkaflar da. Hər şey özünüzdə pisdir. Və açma olar. Xaldinliklə açılır. Xaldinlikdə ətlər, hamısı öz yerində. Hər bir şey öz yerində. Yaşayışdır ya. Bir dənə yumurta var burada. Yeməklər zat. Biraz boş tələ bilir xaldinlikimiz. Ya, aynı axırət da, təzəni doldurasın. Ha, əla. Bura belə. Bu nədir ki? Dostumun kolleksiyası. Ha, bu papuz kolleksiyasıdır. Ha, əla. Çəkim ya, elə. Nə var? Çəkim. Sağ ol, sağ ol. Biz kesək balkona, balkon dayarıq. Keçin. Sən saxla dostumu çıxarım oradan sonra gidelim. Ha, Dostumu bırakıyorum. salam. Sen kimsin? Aleyküm selam. Mən Elvin videoya çəkməyə gəlmişəm. Ne yapıyorsun? Adın nətər oldu o da? Tanışlar. Murat. Murad. Əla Murad. Elvin hardan Ha, tanışsan? sınıf yoldaşım da onu bir yoldaşım. Ha, əla. Əla. Ha. Çəkinmə, çəkinmə, elə. Temizle. Ha, əla. Rahat yerle. Çəkinmə. Ya Ha. Allah. Bu telefonu mən bura qoyum. Baxarım. Evet. Birinci Bana keserdi. kes bunu. Ya bankı var. Kesinlikle adamı 8 buluyorsun. Kartta kaç adamı 8 buluyorsun. Burada video çekilsin sonra kendisi oldu. Altın şeker diyeceksin ha? Aha. 4 kanlı yapar. Şey işte. Buralar kesersen. 4 kanlı bir sen çekir ha? Katastrof çözüm. Elvin, yenə də səni salamlayıram. Ha, 50 kimsin?
Elvin, birinci özünü tanıt qısaca. Bu ne sualdı ya Beysen? Özünü tanıt. Yəni adını soyadını. Mən Elvin Alakan 2006-cı ildə Qusar rayonunda anadan olmuşam. Quba şəhərində. Hə. Hardasa 7 yaşıma qədər Qusarda olmuşam. Sonra gəlmişəm Qubaya. Birinci sinif Qubada, Seyfqada başlamışam 100%. Ləzgi dilin bilirsən. Bəli, bəli. Aha. Bu kamerada var xasiyyətlərən yaxından çəkməkdə. Sonra deməli gəldim birinci sinfi Qubada, Quba rayonunda Alekseyevka məktəbində başlamışam. Həmin məktəbdə oxumuşam. Sağ ol. 11-ci sinfi bitirdikdən sonra artıq nələrsə qərarlaşdırıb, həm özüm də idmanla məşğul olduğum üçün idman akademiyasına qəbul oldum. İdmançısan? Bəli, bəli. Sormaq istəyirəm. Yox, pis idmançıyam. Hər şey əladır. İndi ikinci kurs tələbəsiyəm, orada ikinci kursa başlamışam, yavaş-yavaş oxuyuram. İndi Bakıya gəlmişəm, indi öz evim olmaq üçün dostlarımla bir kirayədə qalıram. Hər şey vəziyyət əladır. Əla. Yəni oxuyursan, Şükür. Bakıda oxuyursan. Əla. Evin, sənə bura gəlmədən qabaq sən üçün suallar hazırlamışıq. Bu sualları verməliyəm. Problem yoxdur bir dənə, əgər şeysə. Çəkim bu. Bir daha özümə gəl. Birinci sual. Suallar verilənləri hər kəs tanıyırsan. Sadəcə adlarını çəkmək biraz düz gəlmir deyə adlarını çəkəcəm. Birinci sual bir qaqaşdan gəlir. Deməli, Elvin, bu yola necə düşdün? Yox ya, universitet yolunda. Mən hardasa mənim fikirlərim birinci qrupa hazırlaşmaq idi. Evdəkilərin naqruzkalarını, zadlarını başqa ilə oxumağımı istəyirlər. Mən demək olar belə oxumaq üçün meylim zadım olmuyor. Avara olmuşsan. Avara olmamışam, amma oxumağa da həvəsim olmayıb da. Yəni sırf başqa şeylərə, əsas hərbiyə getmək istəyirdim. Orada evdəkilə icazə vermədilər. Mən də yolumu dəyişdirdim, idmana getdim. Maraqlı. Deməli, ikinci sualımız gəlir. İkinci sualımız bir qaqaşdan gəlir. Deyib ki, biz belə pis çıxması idmancısan. Hə, idmanla məşğul olmuşam. Hansı idmanlarla? Mən sərbəst güləşlə bir kickboksla məşğul olmuşam. Əsasən sərbəst güləşlə məşğul olmuşam bəli. Sərbəst güləş və kickboks əla. Deməli, üçüncü sualımız da başqa bir qaqaşdan gəlir. Deyir ki, hələ 1 manatı necə 50 manat edeyim? 1 manat necə 50 manat edeyim? Oğurla. Oğurla. 1 manatı 50 manatı eləmək, oğurlamaq sayılmır axı. Nəsə düzgün cavab olmadı. Yox. Yəni 1 manat 50 manat eləmək olar. Prosta gərək alın təri tökəsən gərək. alın təri. Bu sual da... Əziyyətsiz şey olmur, iş təmiz görünür. Əla. Deməli, yenə də sual verim mən sənə. Zarafatlarına nə tər baxırsan? Baxır zarafata. Özün başa düşdün. Böyük zarafata. Hə. Yaxşı baxın. Kimsə deyə bilər qıraqdan povud götürürsən, nə bilim, yeyirsən, amma yəni qıraqdan baxılanda və ya fikir veriləndə ümumiyyətlə dəyərlər, ümumiyyətlə deyiləcək dini dəyərlər, ailəyə zarafat qətiyyən ola bilməz. Dini dəyərlər dedin sən bu cümlədə. Özün dindarsan? Şükür Allah, bəli. Soruşmaq istəyirsən. Nə qədər sual? Çəkinmə, çəkinmə. Namaz qılırsan? Hə. Şükür, elhamdülillah. Söyləmə. Şəhsən sünni. Mən sünni məzhəbindəyəm. Deməli, axırıncı suallardan, axırıncı bir dənə sual biri. Gələcəkdə özünü harada görürsən və nə işlə məşğulsan? Valla onu Allah bilir, amma bəzi planlar var. Bunlar həyata keçmiş, bunlar demək istəmirəm. Bu sualdan qaçınırsan qısacası. Yəni daha doğrusu demək istəmirəm. Planlarımı qabacadan, yəni həyata keçmiş kimsə demək mənə sərf eləmir, düşmür. Allah. Hansı maşınları xoşlayırsan? Axırıncı sual bir də qarşımızdan gəlir. Hansı maşınlar deyəndə ki, mən əsasən Mercedes həvəskarıyam və Sovetlərdən də bir Niva xoşlayıram. Yəni Nivanın ölüsüyəm, dəlisiyəm. Maşın sürməyi birinci Nivadan öyrənmişəm. Yəni mənim qarajımda 2 maşın olacaqsa, biri Mercedes, biri Niva olmasını istəyirəm. Mercedesin hansı modeli? Mercedesdə ən çox xoşuma gələn model mənim Y klasslardır. 213 kuzu. 212 R və 213 kuzular. 213 kuzu. 2016
40-dan yuxarı. Bəli, bəli. Amma ən çox 212R xoşuma gəlir. 213-dən də daha çox. 212R. Bəli. Maraqlı sesdir. 55, 63. 63, 5-5 motor. Bəli, bəli. 8 ilk bir turbo motor. Maraqlı. Deməli, bir dənə də mən sənə öz sualımı vereyim. Niyə saçımı az saxlayırsan? Niyə çox saxlayırsan? Əvvəllər saçımı uzun saxlayırdım. Uzanıcı burulur. Burulananda belə artıq yaxşı görsənmir deyə uzun saçı xoşuma gəlmir. Həm də universitet öz evimdə olmadığım üçün tez-tez qulluq eləməyə, saça baxmazdı, problem yaratdığı üçün saçımı azaldıram. Uzun saç xoşlanmırsan? Xoşlayıram, düz olsa gəl xoşlayaram. Amma saçım uzandıqca burulur. Həm də buruq saça da qulluq çox tələb edir də, biraz şey eləmək. Hər gün yumalısan, belə şeylər mən çatdıra bilmirəm, hə. Belə söhbətlər var. Heç nə gün. Səni də yorduq, buna gəldik. Problem yoxdur. Allah kömək Allah balla olsun. Evi gezmək istəmirsən? Evi gezdim, bir dənə burada çəkim yaxşı olacaq. Evin, bu nə yerdir uşu? O bizim bir yüngü qonağımız var, Raskaldoşkalı bir 5-10 günlüyünə gəlib qardaş. Niyə geziyordu? Bu ayaqqabılar. Ayaqqabı uşaqların indi gətirmişik. Bunlar nədir uşu? Yapışqa. Qavuşqalar. Yəni evi çəkməkdə heç bir problem yoxdur ki. Özellik. Çəkilməyin. Aha, burada bir sep görürüm. Bu sep kimindir? Bilmirsən bu sep kimindir. Qaqaşın olmalıdır, bilmirəm. Bəs bu, damlıyordur bu. Damlıyor oynamağı sevirsən. Gözləyirsən. Paramı gətirib telefonda Liboya'dan çıxsa qabağıma. Telefon. Bəli, anca telefon. 101 oynamırsan. 101 oynayıram, o qədər güclü deyil amma telefon deməmişsin. Telefon. Bunlar nələrdir uje? Qaqaşın 5 köşədir də, onları çox çəkməsən yaxşı olar. Bunlar bilmədiyim adamdır. Olsun. Burada naşnik saz görürəm. Belə heç bir şey, başqa heç bir şey yoxdur. İşte. Sağ ol Elvin. Sağ ol Murad. Sağ ol. Sağ ol. Özündən müğayət ol. Sağ ol. Sağ ol Elvin. Sağ ol. Sağ ol. Özündən müğayət ol. Sağ ol. Allah köməyin olsun. Özündən müğayət ol. Bu kutkalar zaten hamısı öz yerində. Ev əla vəziyyətdə. Burası biraz şey kuxna, biraz Uşaqlar səviyyəyə salsın. Sağ ol da. Sağ ol. Özündən müğayət Sağ ol. ol.